Əsasən Kia Optima, Hyundai Sonata kimi modellərdə injektor işarəsi yanılı qalır. Diaqnostika saldığımız zaman bu evapın daçkında problem olduğunu göstərir. Daçk normal vəziyyətdə işləyir, amma evapın daçkın aşıbəsini verir diaqnostika. Yaxın gəl. Bax, evapın girdiyi bu şlanqlar hamısı yoxlanılmalıdır maşının alt hissəsində. Şlanq sistemi, kömür kanistri, bakım krişkası, bu sistem hamısı yoxlanılmalıdır. Smoke test aparatı ilə bax, qoşuruq hal-hazırda. Problemin səbəbini sizə göstərəcəm ki, problem evap göstərdiyi halda. Bu daçk deyil, bakım krişkasıdır. Yaxın gəl. Görürsən, bakım krişkası bağlı olduğu halda, bax, buradan necə tüstü buraxır. Tüstü buraxmalı deyil. Bu krişka birinci növbədə dəyişilməlidir. Dəyişiləndən sonra yenə də təkrar yoxlanış olunmalıdır ki, başqa yerdən sızıntı var yoxsa yox. Görürsünüz, tüstü çoxaldıqca tüstü gör necə buraxır. Problemin səbəbi bax budur. Evapda heç bir şey yoxdur. Krişka dəyişilməlidir, bütün sistem təkrar yoxlanılmalıdır. Ondan sonra bu problem hamısı aradan qalxacaq.